Bugün sizə nəyə görə Odoo pandemiya dövründə populyarlıq qazandı, bunun haqqında danışmaq istəyirəm. Buna aid bir səbəb deyərəm, hətta birini də əlavə eləyəcəm. Deməli, şirkətlər başlamışdı, bir çox şirkət artıq başlamışdı, istədiyi qədər, əvvəlki illərdə olduğu qədər dövriyyəni əldə edə bilmirdilər. Buna görə də qərara alırdılar ki, xərclərini azaltsınlar və baxırdılar ki, ERP sistemlərinə ödədikləri maintenance xərclərini, lisenziya xərclərini Odoo kimi lisenziya xərcləri, tətbiq xərcləri ucuz olan, amma çox unikal bir platforma ilə əvəz edə bilərlər. Ona görə bəzi şirkətlər başladı SAP Business One, NetSuite, Dynamics kimi platformalarından Odooya keçməyə. İkinci səbəb də o idi ki, yeni biznesə başlayanlar çox yaxşı bir platforma axtarırdılar ki, həm onlayn idarə edə bilsinlər, həm e-commerce olsun, həm CRM olsun. Buna görə də Odoonu seçərək yeni bizneslərlə başladılar. Əgər siz də xərclərinizi azaltmaq və biznesinizi tam bir yerdən idarə etmək istəyirsinizsə, Odoonu seçin, bizdən əlaqə saxlayın.